x1 və x2 ədədləri verilmiş kvadrat tənliyin kökləridir. x1 üstəgəl x2-nin kvadratı çıxılsın x1 kvadratı vur x2 kvadratı 15 olarsa, b çıxılsın c vurulsun b üstəgəl c bölünsün 5a kvadrat ifadəsinin qiymətini təyin etməliyik. Viet teoremini tətbiq etmək üçün əvvəlcə kvadrat tənliyi çevrilmiş kvadrat tənliyə gətirək. Bunun üçün hər tərəfini a ədədinə bölmək lazımdır. Bu da x kvadratı üstəgəlinsin b bölünsün ax üstəgəlinsin c bölünsün a bərabərdir 0 olduğunu alarıq. Viet teoreminə görə x1 üstəgəl x2 bərabərdir mənfi b bölünsün a. x1 vurulsun x2 bərabərdir c bölünsün a olduğunu alarıq. Qiymətləri x1 üstəgəl x2-nin kvadratı çıxılsın x1 vurulsun x2-nin kvadratı bərabərdir 15 ifadəsində nəzərə alsaq, mənfi b bölünsün a-nın kvadratı çıxılsın c bölünsün a-nın kvadratı bərabərdir 15 olar. b kvadratı bölünsün a kvadratı çıxılsın c kvadratı bölünsün a kvadratı bərabərdir 15. Ortaq məxrəcə gətirsək a kvadratı surətdə b kvadratı çıxılsın c kvadratı bərabərdir 15 olar. Surəti vurğularını ayırsaq, b çıxılsın c vurulsun b üstəgəl c bölünsün a kvadrat bərabərdir 15. Hər tərəfini 5-də 1-ə vursaq, b çıxılsın c vurulsun b üstəgəl c bölünsün a kvadratı vurulsun 5-də 1 bərabərdir 15 vurulsun 5-də 1. Onda b çıxılsın c b üstəgəl c bölünsün 5a kvadratı bərabərdir 3 olar.